Biraz aşağıya. O biraz çətindir danışmaq. 5 gün bundan qabaq Cabir xahiş elədi və bir yerdə bir məclisdə idik. Mən oxudum, o rəqs elədi, mən oxudum, o rəqs elədi. Həmişə biz ağlayırdıq gülməkdən, indi isə bağlamağa heç gözləməzdik, amma təəssüflər olsun, dostumuz idi. Allah onun qohumlarına, yaxınlarına səbir versin. Cabir gözəl insan idi, gözəl dost idi, gözəl aktyor idi. Allah rəhmət eləsin. Onun daha önce infak keçirdiyi haqqında iddialar var. Siz eşitmişsiniz böyle bir şey? Yox, mən xəbərim yox idi. Cabir, mən onu görəndə çox gümrah, özünü gözəl hiss edirdi, yaxşı hiss edirdi və çoxu deyir ki, idman belə, idman elə, idmanla bu belə bir necə deyimsə xəstəlikdir, nədir bu, harda istəyirsən adamı tuta bilər, yolda, maşında, deyib güləndə. Ona görə də idmanlıq burada bir şey yoxdur, amma yaxşı olardı ki, hər bir kəs idmana, mən özüm də gündə idmana gedirəm. Yaxşı olardı ki, əlbəttə ki, adam özünü birinci yoxlatırsın ondan sonra. Ümumiyyətlə Ədalət xanım, səhvlə bağlı nəsə bir şikayəti var idi? Yox, heç vaxt şikayəti yox idi. Avqust ayında da bir tədbir idi, dövlət tədbiri idi, orada görüşdük. Mən deyim belə arıqlamışdı, gözəl də əynində o kostyum oturmuşdu. Yox, heç bir. Yox. Çok sağ olun.